Salam dəyərli şagirdlər. Bu videoda biz 4-cü sinif monitorinq imtahanına dəstək məqsədi ilə imtahanda istifadə olunan sual tiplərindən bir neçəsinə baxacağıq. Bu videoda daha çox danışacağımız sual tipləri qalıqlı bölmə ilə bağlı olacaq. Bilirsiniz ki, əvvəlki illərdə 4-cü siniflərin monitorinq imtahanında qalıqlı bölmədən bir sual nümunəsi düşmüşdü və ehtimal edirik ki, bu ildə qalıqlı bölmədən hər hansı bir sual nümunəsi qarşınıza çıxa bilər və bununla bağlı sizin üçün 3 sual nümunəsi hazırlamışıq. Hansı ki, bu sual nümunələri monitorinq imtahanında belə deyək də daha çox istifadə olunan tiplərdir. İndi birazdan həmin sualların izahına keçəcəyik. Sualların izahına keçməzdən əvvəl qeyd edeyim ki, əgər bu tipli videoları kanalımızda görmək istəyirsinizsə, kanalımıza abunə olub videonu bəyənin, öz dəyərli şərhlərinizi bizimlə bölüşməyi unutmayın. Başlayaq birinci sualdan. Birinci sualımızda demək fikir versəz bölünəni soruşur. Bölünən. Baxın, bölən verilib, qismət verilib, qalıq verilib və bölünən soruşulur. Burada şagirdləri bir məsələ çaşdırır, qismət anlayışı. Yadınızda qalsın ki, əgər bölmə əvvəlində qalıq sözü işlənibsə, demək ki, burada natamam qismətdən söhbət gedir. Natamam. Yəni, burada natamam qismətdir. Ümumi olaraq bu tam bölmə deyil də. Yəni, qalıq varsa orada, demək ki, natamam qismətdən söhbət gedir. Sadəcə ola bilər ki, imtahanda bu tipli, belə deyək, şərtlər sizi çaşdırsın. Amma burada çaşmaq lazım deyil. Baxın, bölünən, daha doğrusu bölən verilib, qismət verilib, qalıq verilib və bölünən bizdən soruşulur. Yadınızda qalsın ki, bölünən bizdən soruşulursa, biz burada böləni, baxın, bölən, vurulsun natamam qismət, indi qısa olaraq yazıram qismət və üzərinə gəlinsin qalıq, yəni 5. Biz burada qalıq sözünü yazırıq. Aha. Baxın, bölünən bizdən soruşulanda böləni natamam qismətə vurub üzərinə qalığı əlavə etmək lazımdır. Amma belə deyək, bölən soruşulduqda isə bu qayda özünü ödəməyəcək. Ona görə də bizim fikir verməli olduğumuz əsas məsələ bölünənin tapılmasıdır. Yəni, bölünənin tapılması ilə bölənin tapılması eyni bir anlayış deyil. İndi bizdə burada bölünəni soruşduğuna görə biz 65-i vuracağıq 20-yə. Gəlin biz bunu alt-alta vuraq. 65 vurulsun 20. 0-ı 5'ə vuranda 0, 6-nı 0-a vuranda 0, 5'i 2'yə vuranda 10, 0, 1 yadda, 6 2'yə vurulanda 12, o da 1, 13. Yəni 1300 cavabını almış olduq. İndi ola bilər ki, variantlarda cavab 1300 formasında da qeyd olunsun. Amma biz 1300'ü götürməyəcəyik. Nəyə görə? Çünki biz 1300'ün üzərinə mütləq şəkildə 5'i əlavə etməliyik. Yəni qalığı əlavə etməliyik. Və bizim doğru cavabımız olacaq 1305. Yəni B variantı. Yəni demək istədiyim odur ki, ola bilər ki, A variantının yerində 1300 belə deyək, versiyası olsun. Belə olan halda biz gedib A variantını götürə bilmərik. Nəyə görə götürə bilmərik? Çünki qalığı mütləq şəkildə üzərinə əlavə etmək lazımdır. Qeyd etdiyim kimi bu bölünənin tapılması qaydasıdır. Amma bölənin tapılması qaydası isə indi birazdan bir misalın üzərində bunu izah edəcəyəm. Həmin belə deyək, misalla da tanış olmuş olacaqsınız. Bir daha təkrar edirik. Əgər bu tipli videoları kanalımızda görmək istəyirsinizsə, mütləq şəkildə kanalımıza abunə olub bildirişləri aktiv edin ki, növbəti günlərdə edəcəyimiz paylaşımlardan dərhal xəbərdar olasınız. Nümunə 2-yə baxırıq. Bölünən ən böyük 3 rəqəmli cüt ədəd bölən 48 olarsa, qismət və qalığın cəmi neçəyə bərabərdir? Dəyərli şagirdlər, ilk növbədə biz bölünən ən böyük 3 rəqəmli cüt ədəd, belə deyək, görək hansı ədəd ən böyük 3 rəqəmli cüt ədəddir. Burada rəqəmləri müxtəlif demədiyinə görə hamısını yazıram 999. Nəyə görə? Baxın, 3 rəqəmlidirmi? Bəli, 3 rəqəmlidir. Çox gözəl. Ən böyükdürmü? Bəli, ən böyük 99-dur. Ondan sonra artıq 3 rəqəmli ədəd olmur, 4 rəqəmli ədəd olur. Və bölən oldu ən böyük 3 rəqəmli ədəd. Amma bu ədəd cütdürmü? Xeyr, sonu 9 ilə bitən ədədlər tək ədədlərdir. Demək, nə edəcəm? 998 yazacağım. Baxın, indi deyə bilərsiniz ki, burada rəqəmlər axı eyni olmamalıdır. 2-9 yazıbsınız. Burada rəqəmləri müxtəlif demir. Amma imtahanda ola bilər ki, qarşınızda çıxsın rəqəmləri müxtəlif. Əgər rəqəmləri müxtəlif desəydi, onda 2-9'u bura yaza bilməzdiniz. Amma belə olan halda biz 2-9'u bura yaza bilirik. Yəni bizim ən böyük 3 rəqəmli cüt ədədimiz 998'dir. Demək, bölən, daha doğrusu bölünən. Bölünən bərabərdir 998. Bölən 48'dir. Demək, 998'i
böləcəyik 48-ə. Çünki bölünən məlum, bölən məlum. Sadəcə burada qismətlə qalıq bilinmir və onların da cəmi bizdən istənilir. 998-i də biz 48-ə bölsək əgər, 2 dəfə demək vurduqda olacaq 96. Və daha sonra demək 3 bölünmür 48-ə və 8 aşağı gəlir. 38 də 48-ə bölünmədiyinə görə 0 atırıq bura. Demək bizim natamam qismətimiz oldu 20, qalığımız oldu 38. Bizə lazımdır ki, qismət, yəni natamam qismət və qalığın cəmi neçədir? İndi ola bilər ki, variantlarda baxın, fikir verin, 20 var. Gedək 20 variantını vuraqmı? Yəni C variantını vuraqmı? Xeyr. Nəyə görə? Çünki bizə deyir ki, natamam qisməti tapma. Deyir, natamam qismətlə qalığın cəmin tap. Yəni 38 ilə 20-nin cəmin tap. Demək ki, 38-i də götürə bilmərik. Demək bu variantlar bizim doğru cavab ola bilməz. İndi 20-nin üzərinə 38-i əlavə etmiş olsaq əgər, 0-ın üzərinə 8 gəldikdə 8, 2-nin üstünə də 3 gəldikdə eləyəcək 5. Yəni 58. Doğru cavab olacaq B variantı. Belə dəyərli izləyicilər, bu sualı da izah etmiş olduq. İndi gəlin görək növbəti imtahanında belə deyək, növbəti sual tipimiz necə olacaq? Yəni qalıqlı bölmə ilə bağlı. Baxın, birinci sualda bizdən, yəni nümunə 1-də bizdən soruşurdu ki, belə deyək də, böləni vermişdi, bölünəni soruşurdu. İndi isə bölünəni verib, böləni soruşur. Yəni bölənin tapılması qaydası necə olacaq? Yadınızda qalsın ki, bölünəndən qalığı çıxıb, baxın, bölünəndən, yəni 9-2-dən qalığı çıxıb, daha sonra natamam qismətə böləcəksiniz. Yəni burada artıq vurma əməli işləməyəcək. Nə edəcəyik? 9-2-dən çıxacağıq 2-ni. Nəyə görə? Dedi ki, bölənin tapılması qaydasına görə, yəni birinci nümunədə biz bölünənin tapılması qaydasını öyrəndik. İndi isə bölənin tapılması qaydasına baxırsınız. Bölənin tapılması qaydasında bölünən, yəni 9-2-dən qalığı çıxırıq, yəni 2-ni çıxırıq. Cavab olur 900. Əla. Daha sonra dedi ki, natamam qismətə böləcəyik. Yəni burada aldığımız cavabı 900-ü böləcək qismət neçə idi? 15. İndi çubuqlu bölmə və yaxud da ağaclı bölmədən istifadə eləsək əgər, 6 dəfə bu eləyir 90. 0 gəldi bura. 0 da bölünmədi və 0 atdıq bura. Yəni bizim bölməmizin daha doğrusu cavabı oldu 60. Yəni doğru cavab olacaq D variantı. Belə dəyərli izləyicilər, yaxın dəqiqələr ərzində sizlərə faydalı olmağa çalışdıq. Əgər bu video sizlərə faydalı oldusa, videonu bəyənib, öz yaxınlarınızla, öz yaxın sinif yoldaşlarınızla paylaşmağı unutmayın. Gələn videolarda görüşənə qədər. Hələlik.